Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in emmâ ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Allah'a həmd olsun ki, Allah Əzzə və Cəllə yenə də müvəffəq edib bizi otururuq, Allah'a zikr edirik. Bu Allahın bizə olan lütfüdür, rəhmətidir. Və Allahdan istəyirəm ki, Allah Subhanahu taala öyrəndiklərimizi bizim üçün bərəkətli eləsin, xeyirli eləsin və bildiklərimizi əməl edən qullarını eləsin və bizi əməllərində ixlaslı olan qullarını eləsin. Və yenə də mövzumuz əxlaq haqqında hədislərdir və biz keçən mövzuda götürdük ki, keçən dərsdə götürdük ki, yeməyin ədəbləri və bu da həmin dərsin ardıdır, ikinci hissəsidir. Və biz keçən dərsdə bildik ki, yeməyin ədəblərindən insanın yalnız halal şeylərlə qidalanması və həmçinin də ədəblərindən insanın yemək yediyi zaman Allahın adını zikr etməsi, Bismillah deməsi və həmçinin ədəblərindən yemək qurtardıqdan sonra Allah həmd etməsi, Elhamdülillah deməsi və həmçinin ədəblərindən yemək verənlər üçün dua etmək, onlar üçün Allahdan xeyir dua istəmək, xeyir istəmək. Və bu gün də yeməyin ədəblərindən götürəcəyik. Yeməyin növbəti ədəblərindən insanın yalnız sağ əli ilə yeməsidir. Necə ki, Sələmə İbni Əqva radiyallahu gələn hədisdə bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında sol əli ilə yeyirdi. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm bunu görür, ona deyir ki, sağ əllə ye. O da deyir ki, bacarmıram. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm bilir ki, onun yemək yeməməsində, sağ əllə yeməməsində səbəb bacarığı yox, təkəbbürlüyündəndir, haqqı qəbul etməməyindəndir, Allah Rəsulunun yoluna tabi olmamağındandır. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem o üçün dua edir ki, bundan sonra heç bacarmayasan sağ əllə yeməyi. Və ravi rəvayət edir ki, o ondan sonra heç vaxt sağ əlini qaldırıb yemək yeyə bilmədi. Bu adamın adı Busur İbni Ra'i Əl-İr adında bir nəfər idi. Və bu hadisə Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinəyə, onun yanına qonaqlar gəlir. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem yəni yemək vaxtı gəldiyi zaman görür ki, bu adam solla yeyir. Və ona nəsihət edir ki, sağla yeyir. Çünki Allah Rəsulunun adətindən idi ki, bir münkər gördüyü zaman dərhal onu düzəldirdi, nəsihət eləyirdi və haqqı ona çatdırırdı. Və bu adam da haqqı qəbul etmir. Allah Rəsulü bilirdi ki, bu adam haqqı qəbul etmir və təkəbbürlüyündən belə deyir. Sadəcə yanındakıların qınağına görə ki, onu qınayarlar ki, niyə görə sən Allah Rəsulü, yəni sağla yemirsən, solla yeyirsən, bəhanə gətirir ki, bacarmıram. Allah Rəsulü da onun üçün bəddua eləyir. Çünki haqqı qəbul eləməməyin cəzası cəzalandırılmaqdır. Allah Subhanahu taala adamı cəzalandırır. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem qəzəblənir və ona bəddua edir. Və o dua da onu tutur və əli quruyur adamın. Və ondan sonra heç vaxt o əli ilə istifadə eləyə bilmir. Allah qorusun. Ona görə insan gərək haqqı eşitdiyi zaman bacardığı qədər onun yerinə yetirməlidir. Və təkəbbürlük etməməlidir. Çünki təkəbbürlük nədir? Təkəbbürlüyün tərifi nədir? Haqqı qəbul etməmək və insanlara xor baxmaq. Yəni, gözəl geyim giyinmək, gözəl təzə paltar giyinmək, bu təkəbbürlük deyil. Əsl təkəbbürlük odur ki, insana haqq deyildiyi zaman nə deməlidir? Səmi'nə və əta'nə, eşitdik və itaat etdik. Yoxsa yahudilər kimi deməsin ki, səmi'nə və əsaynə, eşitdik və ası olduq. Ona görə insan gərək Allah qorusun, yəni o şeyi eləməsin. Yoxsa Allah onu cəzalandırar. Hər hansı bir cəza ilə. Ya onun qəlbi möhürləyər, haqqı qəbul etməz, uzaqlaşır haqqdan və s. Ona görə də Allah Subhanahu taala buyurur Quran-ı Kərimdə ki, qoy Peyğəmbərin əmrinə qarşı çıxanlar, yəni onlara fitnənin üz verməsindən və başlarına ağrılı, acılı bir əzabın gəlməsindən qorxsunlar. Bu təhlükəli məsələdir. Və bu adamı da Allah Subhanahu taala cəzalandırır buna görə. Və başqa bir hədisdə
Peyğəmbər sallallahu əleyhi və səlləm Cəbir radiyallahu anh gələn hədisdə buyurur ki, yəni deyir, sol əllə yeməyin, çünki şeytan sol əllə yeyir. Və başqa bir hədisdə İbn Ömər radiyallahu anhumədən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz yediyi zaman qoy sağ əli ilə yesin. Və yaxud da sizdən birini su içdiyi zaman, nəsə içdiyi zaman qoy sağ əli ilə içsin. Çünki şeytan sol əli ilə yeyir və sol əli ilə içir. Və İbn Cəvzi rəhməhullah burada gözəl bir fayda gətirir. Diqqətli olun. Diqqətli olun, qardaşlar. İbn Cəvzi rəhməhullah burada gözəl bir fayda gətirir. Və fayda bundan ibarətdir ki, bilirsiniz də, sol əlin öz yeri var, sağ əlin öz yeri var. Sağ əl harada işlədib Allah Rəsulü sallallahu əleyhi və səlləm? Necə Ayşə radiyallahu anhadan gəlir, yaxşı işlərin hamısında, darandıqda, ətirləndikdə və digər şeylərdə, yeməkdə, içməkdə sağ əlinə yeyib. Lakin sol əlindən asan istifadə edib, nəcisdən təmizləndikdə və ayaq yolunda və s. Ona görə də solu sağla dəyişib yeməkdə, içməkdə solla istifadə eləmək rütbəsi böyük olan bir şeyi, rütbəsi aşağı olan bir şeylə dəyişməkdir. Aydındır, sağ əlin rütbəsi soldan daha böyükdür. Və bu da nədir deyir? Bu da deyir, şəriətin tələb etdiyi hikmətə müxalif olmaqdır. Və bu da nə idi? Şeytana, əgər müxalif olursansa, şeytana nə edirsən? Tabi olursan artıq. Çünki sən, qaydadır da, yəni sən şəriətdən çıxdınsa, mütləq şeytana tabi olacaqsan. Çünki nur bir dənədir. Nur bir dənədir, zülmətlər isə cəmdə gəlib Quran-Kərimdə. Amma nur isə təkdə gəlir. Nur bir dənədir, şəriət. Onun sələflər deyərlər ki, yəni qayda var da, deyir ki, yəni kim bir sünnət tərk eləyərsə, yerinə nə girir? Bidət. Bu qaydadır. Sünnət tərk olunsa, yerinə bidət girir. Ona görə də fikir verin, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm yəni yaxşı işlərin hamısı sağdan başlayıb. Ona görə ayaqların yuyanda sağ ayağı çesələ barmaqdan başlayırdı, barmaqları yumağa, baş barmağa qədər. Sol ayağı yuyanda isə baş barmaqdan çesələyə qədər. Bu barmağı ilə yuyurdu işlərini. Çünki sağla gedirdi. Ona görə də yəni insan gərək şəriətin qoyduğu hikməti dəyişməsin. Və həmçinin yeməyin ədəblərindən keçən dəfə bu barədə danışdıq. İnsanın öz qarşısından yemək yeməsi. Yəni qoyulduğu yemək qabağına öz qarşısından yemək yeməlisən. Çünki Abdullah ibn Busur radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm onun yəni ki yemək gətirilir və deyir ki böyük bir qazan və orada sahabelər nəsihət edir ki, hər kəs öz qabağından yesin, yəni öz qabağınızdan yeyin və həmçinin də yəni yeməyin ətrafından yesin, onun ortasına əl uzatmayın, yəni qıraqlarından yeyin, ortasına əl uzatmayın. Belə etsəniz deyir, Allah yeməyə bərəkət verir. Və başqa bir hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm yenə də buyurur ki, Allahın adı ilə öz qabağınızdan yeyin. Yəni Bismillah deməklə. Burada bir haşiyə çıxım ki, Bismillahirrahmanirrahim demək düzgün deyil yeməkdə. Yəni bəsmələ və bir təsmiyə var. Təsmiyə Bismillah deməkdir. Bəsmələ nədir? Bismillahirrahmanirrahim. Yəni yemək yediyin zaman Bismillah deməlisən. Bismillahirrahmanirrahim demək düzgün deyil. Aydındır. Yəni sünnədə belə şey varid olmayıb ki, deyəsən ki Bismillahirrahmanirrahim. Ancaq deyəsən ki Bismillah. Və həmçinin də unutduğun zamanda ortasında nə deyirsən? Bismillah, əvvələhu və əxirəhu. Allahın adı ilə ortasında da, əvvəlində və axırında da. Yəni, bunu demək lazımdır. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allahın adını çəkərək öz qarşınızdan yeyin və həmçinin də yeməyin başından çəkinin götürməyə. Çünki deyir, Allah subhanət hala bərəkəti onun ortasına verir. Və burada da alimlər zikr edirlər ki, Allah subhanət hala bərəkəti yeməyin ortasına verir. Və insan qırağından götürdükcə o ortada olan bərəkətdən yenə də ora nazil olur. Yeməyin ətraflarına nazil olur. Amma sən o bərəkətin özünü yox eləməməlisən. Aydındır. Ona görə də insan gərək belə hikmətlər deyənlər var. Və bərəkət də nədir? Keçən dəfə dedik ki, həmin ruzunun
bərəkətli olması nə deməkdir? Yəni artımlı olması, insan doyumlu olur onu ilə, o yeməkdə olan zərərləri Allah aradan qaldırır və bir çox xeyirlər o yeməklə nazil olur. Aydındır? Amma bərəkət götürüldüyü zaman Allah qorusun, şeytan ora yəni öz zərərlərini təsir edə bilir. Biz keçən bu barədə danışmışdıq. Və həmçinin də yeməyin ədəblərindən əgər çöldə, səfərdəsinizsə, nə etmək lazımdır? Hər kəsən öz yeməyini çəkib qıraqda yemək düzgün deyil. Hamı bir yerə tökür yeməyini və bir yerdə cəm eləyib yeyir. Və həmçində dedik ki, bu ailədə də belədir. Yaxşı olar ki, insan evində ailəsi ilə, zövcəsi ilə, uşaqları ilə, əgər atanası yanında qalırsa, hamı bir yerdə yesin süfrədə. Onda Allah Subhanahu taala o süfrəyə bərəkət verir. Necə ki, biz keçən dəfə hədis götürdük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sahabeləri nə dedilər? Biz nə qədər yeyirik, doymuruq. Yəni, yemək yeyirik, yeməkdən doymuruq. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, ola bilsin ki, siz ayrı-ayrı yeyirsiniz. Deyir, yeməklərinizi cəm edin, üzərində Allahın adını çəkin, Allah da sizin üçün onu bərəkətli etsin. Deməli, yeməyin bərəkətli olması üçün Peyğəmbər sallallahu əleyhi və səlləmə şərt qoydu burada. 2 dənə şərt əsas. Deməli, birinci dillə bağlı olan Allahın adını çəkmək, bismillah. Və ikincisi də əməllə bağlı olan, yəni yeməyi cəm eləmək. Və bu da baxırsan ki, bugünkü günümüzdə nə qədər insanlar var ki, nə qədər yeyirlər, doymurlar. Yəni, insanların çoxsu belədir. Hətta biz keçən də misal çəkdik ki, görürsən, insanlar haram məclislərdən çıxıb gəlirlər evlərinə, içki və ya da musiqi olan məclislərdən. Gəlirlər, ilk açacaqları yer soyuducu olur. Yəni, sanki o üzrünə yeməklərin içindən gəlməyiblər ora. Çünki Allah bərəkəti götürüb oradan. Və həmçinin də Allah qorusun, orada nə qədər başqa fəsadlar olur. Çünki şeytan, biz keçən dəfə hədis götürdük ki, şeytan insan əgər Allahın adını çəkmirsə, insanla yeyir o süfrədə. Və bir evdə də əgər şeytan varsa, iblis və ya köməkçiləri varsa, o evdə heç vaxt xeyir-bərəkət olmayacaq. Əksinə fəsad olacaq evdə. Ona görə də burada şeyx gətirir ki, bir nəfərin yeməyi 2 nəfərə bəs edir əslində. 2 nəfərin yeməyi 4 nəfərə bəs edir əslində. Necə ki, Cabir radiyallahu gələn hədisdə deyir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləm eşitdim ki, bir nəfərin yeməyi 2 nəfərə bəs edir, 2 nəfərin yeməyi 4 nəfərə bəs edir, 4 nəfərin yeməyi isə 8 nəfərə bəs edir. Bu nəyə göstərir? İnsan bir şeyi cəm etdiyi zaman yeməyi, Allah bərəkət verir ora. Və söhbət burada da yəni sünnəyə uyğun qidalanmadan gedir əslində. Sünnəyə uyğun qidalanma nədir? Bədənin o aclığının aradan qalxması və bədəndə olan qüvvənin təmin olunması və insanın, yəni şəriətin istədiyi şəkildə, yəni qidalanmasının təmin olunmasıdır. Onda Allah bərəkət verir və həmçinin də az bir yemək çox bir adama kifayət eləyir. Bu da sünnədə varid olub. Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm sirasına baxsaz, görərsiniz ki, Peyğəmbər sahabeləri heç də əslində həmişə çox yemək yeyən adamlar olmayıblar. Yəni onlar birinci kasıb olublar çox vaxt və həmçində görərsiniz ki, Allah Rəsulunun süfrələri də həmçinin az olub yemək. Amma görürsünüz, hamısı doyub. Hətta bəzən möcüzələr baş verib ki, bir balaca südlə nə qədər insan yeyib qidalanıblar. Allah bərəkət verib onlara. Ona görə də biz bu günləri əslində o şeyləri riayət etmədiyimizdən bu şeylərdən məhrumuq. Və həmçinin yeməyin ədəblərindən yeməyi tüstüsünü qaynar olmasını gözləyib soyutmaq. Yeməyi qaynar yeməmək. Ta ki onun üzərindəki o tüstü getsin, yemək lap tam soyuq da olmasın, tam qaynar hissi də olmasın. Yeməyi soyudub yemək. Necə ki, Əsma bint Əbu Bakır radiyallahu anhunun qızı deyir ki, yəni deyir o ki, mən deyir sərd yeməyi bişirərdim. Sərd ərəblərin məşhur yeməyidir, su ətlə olan yeməkdir. O məşhur olan dadlı yeməyidir. Və deyir onu deyir üzərini bir şeylə örtürdüm ki, hətta onun istiliyi, tüstüsü getsin. Və sonra deyir mən eşitmişdim niyə görə? Subhanallah, baxın, qadının imanına baxın. Mən deyir eşitmişdim ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, o deyir yeməkdə olan bərəkəti artırır. Yəni qadın eşitmişdi və Allah Rəsulü sallallahu əleyhi və səlləmin tövsiyəsinə görə bu
sünnəni tətbiq eləyirdi. Və burada həm yeməyi soyutmaq var, həmçində qabların ağzını örtmək var. Bilirsiniz də, qabların ağzını örtmək, istər su qabları olsun, istər yemək qabları olsun, qapıları gecələr bağlamaq, həmçinin lampa varsa onları söndürmək. Yəni bunlar sünnədə varid olan şeylərdir ki, bunlara şeytan toxuna bilmir. Əgər insan onları riayət eləməsə, şeytan toxunur və bizim bildiyimiz və bilmədiyi bir çox zərərləri onlara yetirə bilir. Ona görə də insan gərək bu şeyləri tətbiq eləsin və həmçində bununla bu şeylə yeməyin bərəkəti artır. Və həmçinin də yeməyin ədəblərindən yeməyə üfürməmək. Yemək istidirsə, ona üfürməmək. İstər suya, qaynar suya üfürməmək. Bu da həm ədəbdən deyil, həm də ola bilər ki, insanda xəstəlik olsun, onun ağzında olan o tüfürcəklə o xəstəlik o yeməyə daxil olsun. Ümumiyyətlə, insan bu şeylərdən uzaq olmalıdır. Bu ədəbdən deyil, yemək üfürmək. Gözləmək lazımdır, soysun, ondan sonra çayı ya yeməyi qəbul etmək. Necə ki, Peyğəmbər İbn Abbas radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yeməyi və içməyə, üfürməyi qadağan eləyib. Qadağa gəlib buna. Və həmçinin yeməyin ədəblərindən, qardaşlar, yerə bir yemək düşdüyü zaman, loxma düşdüyü zaman, onu şeytana buraxmamaq. Əgər murdar yerə düşməyibsə, onu təmizləmək və onu yemək. Bu da yeməyin ədəblərindəndir, atmamaq, ona yəni ki, hörmətsizlik eləməmək. Necə ki, həmçinin də barmaqları yalamaq. Barmaqları yumamışdan qabaq, silməmişdən qabaq yalamaq. Cabir radiyallahu-dan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər sizdən birinizin yeməyindən bir loxma yerə düşərsə, onu götürsün və üzərində olan çirki təmizləsin və onu yesin və onu şeytana buraxmasın. Və həmçinin də barmaqlarını dəsmala silməmişdən qabaq onları yalasın. O bilmir ki, bərəkət yeməyin harasındadır. Yəni, ola bilər ki, ortasındadır, gəlib bu varid olub, ola bilər barmaqlarda qalan yeməkdədir. O bərəkət yeməkdə dəymişdir, axı sən hamısını yedimisən də, o bərəkət barmaqlarında qalıb və yaxud da ki, yerə düşən o çörəkdədir. Aydındır. Ona görə də insan gərək bu şeylərə diqqət etsin. Həmçinin də insan, və burada nədir faydalardan? Birincisi, insan Allahın ona verdiyi o neymətin qədrini bilməlidir. Bilməlidir ki, Allah subhanət hala ona bu neyməti lütf olaraq verib, ruzunu lütf olaraq verib. Bu günləri bizdə mediada baxırıq. Bizim elə bacılarımız, qardaşlarımız var ki, vallahi bir qazan yeməyə həsrətdirlər. Amma biz bu günləri, bizim o atdığımız çörəyə onlar həsrətdirlər. Allah subhanət onu bizə lütf olaraq verib. Ona şükrünü vermək lazımdır. Və həmçinin bilirsiniz də, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sahabə ona sahabədən daş tələb eləyir, təmizlənmək üçün. Sahabə 2 dənə daş gətirir, bir dənə nə gətirir? Nə? Bəli, yəni peyin gətirir. Allah Rəsulü sallallahu aleyhi ve sellem onu atır qırağa ki, bu cinlərin yeməyidir. Yəni, alimlər oradan fayda çıxardıblar ki, cinlərin yeməyi hörmətlidirsə, onu nədisə bulaşdırmaq olmarsa, insanın yeməyi min bəbil əvlə, daha layiqdir ki, hörmət olunsun. Ona görə insan gərək yeməyinə hörmət eləsin və şükür etsin. Və həmçinin də burada fayda var ki, insan onu şeytana buraxmasın. Çünki şeytan o şeytanı qüvvətləndirir və insan gərək evində, yeməyində, içməyində şeytana yer verməsin. Və həmçinin də yeməkdə olan bütün bərəkətin hasil etməsi üçün yeməyin hamısından istifadə etsin, faydalansın. Aydındır, barmaqlarını yalamaqda məqsəd də budur. Və başqa yeməyin ədəblərindən bu hissəsinə diqqət eləyin. Bu çox faydalı yerdir. İnsan yemək yediyi zaman qadağa gəlib üzü üstə yemək yeməyə. Yəni uzanır, qarnı üstə yemək yeyir. Buna açıq aydın qadağa gəlib. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem 2 yemək növünü qadağan etdi. Birincisi, o yemək ki, o yemək yeyilən yerdə süfrədə şərab var, içki var. Orada oturub yemək yeməyə qadağan etdi. Və həmçinin də bir insanın qarnı üstə uzanıb yemək yeməsini qadağan etdi. Birinci, yəni bu günləri deyirləri, mən içmirəm ki, əsas odur ki, mən içmirəm. Bilmək lazımdır ki, söhbət içməkdən getmir. Ümumiyyətlə, harada münkər varsa, o münkər yerdə oturmaq olmaz. Əgər bacarırsansa dilindən
əlindən, əgər bacarmırsansa dilindən və yaxud da qəlbindən onu inkar etməlisən. Yəni, əgər əlinlə onu dəyişə bilmirsənsə o yerdə, heç olmasa dilinlə izah elə. Onda bacarmırsansa, o yeri tərk et. Mütləq tərk etməlisən. Qəlbinlə onu inkar etməlisən. Əgər bacarsan, çıxıb getməlisən oradan. Burada söhbət şərabdan gedirsə, digər şeylər də buna aiddir. Əgər bir yerdə bir haram, şirk, bidət nə varsa, sən orada oturub rahat onu izləməyə, yəni yaxşı şey deyil olar. İnsan, Allah qorusun, adiləşər sonra insansın o şeylər. Və həmçinin də burada nə deyir? Qarnı üstə uzanıb yemək yemək. Və bəzi rəvayətlərdə gəlib ki, bu zənginlərin və təkəbbürlü insanların halıdır ki, onlar elə uzanıb yemək yeyərdilər. Yəni, müsəlmana da yaraşmaz ki, yəni birincisi Allahın ona verdiyi o nemətləri düzgün şəkildə istifadə etməlidir, təvazökar olmalıdır və təkəbbürlükdən və digər şeylərdən də o hansı ki, müsəlmana yaraşmayan şeylərdən uzaq olmalıdır. Və alimlər gətirirlər ki, bu mədiyə və bağırsaqlara ziyan olan bir şeydir. Yəni ki, mədəni yəni düzgün şəkildə həzm eləməkdən çıxardır. Çünki mədə o cür olduğu zaman sən mədiyə, bağırsaqlara əziyyət verirsən ki, o yeməyi yəni qəbul edə bilmirlər. Və başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mən dirsəklənmiş halda yemək yemirəm. Mən dirsəklənmiş halda yemək yemirəm. İbn Həcər rəhməhullah deyir ki, Fəthül Bəridə, Buxarinin şərhində, dirsəklənmə haqqında alimə ixtilaf ediblər. Nədir dirsəklənmək? Yəni, bu forma nə formadır? İndi fikir verin. Bəziləri deyiblər ki, deyir, oturduğun zaman rahat olursansa, hələ bu dirsəklənməkdir. Rahat oturub yemək yemək olmaz. Bəzi alimlər belə deyiblər. Və bəzi alimlər deyiblər ki, yəni qolunun hər hansı bir tərəfinə dirsəklənib, ya sağa, ya sola olmaz. Və bəziləri deyiblər ki, yalnız sol ələ söykənib, dirsəklənib, oturmaq olmaz, o cürlə yemək olmaz. Xəttab rəhməhullah deyir ki, bəzi insanlar, yəni avam insanlar deyirlər ki, burada dirsəklənmək, yəni ya sağ qolun, ya sol qolun üzərində dirsəklənib oturmaqdan gedir. Lakin deyir, bu belə deyil deyir. Burada dirsəklənib yemək yeməkdə söhbət insanın altında olan döşəyin üzərində oturub rahat şəkildə yemək yeməsindən gedir deyir. Deyir, çünki hədisdə məna odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mən döşəyin üzərində oturub ona söykənib yemək yemirəm. Bu deyir, bu kimin əməlidir deyir? Yeməyi çox yeyənlərin əməlidir. Çünki rahatlıq yeməyi çoxaldır. Sən çox yeyirsən, başlayırsan çoxaltmağa. Lakin deyir, mən deyir, ehtiyacı ödəyəcək qədər yeyirəm. Və ona görə necə otururam deyir, sanki qalxmaq istəyirmiş kimi otururam deyir. Allah rəsulunun oturuşu əli idi yeməkdə. Elə otururdular ki, alimlər də bir daha elə yeyirlər. Elə otururlar ki, sanki bir daha qalxacaq. Rahat olmur. Aydındır. Və o da ona səbəb olur ki, insan yeməkdən düzgün şəkildə istifadə eləyir. Və həmçinin də yeməyin ədəblərindən odur ki, insan əgər bir yeməyi xoşlamırsa, onun deməsin ki, bu nə yeməkdir, bu nə pis yeməkdir. Yaxud yeməyi pisləməsin. Əgər xoşlayacaqsa yesin, xoşlamayacaqsa sussun. Necə ki, sahabə Əbu Hureyra radiyallahu deyir ki, mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmi görmədim ki, hər hansı bir yeməyi eyibləsin. Əgər deyir, iştahı onu çəkirsə, onu yeyirdi. Əgər iştahı çəkmirsə, susurdu və onu yemirdi. Necə ki, Abdullah ibn Abbas radiyallahu anhuma deyir ki, mən və Xalid ibn Valid, məşhur sahabə, ikimiz deyir, Allah Resulü sallallahu aleyhi və səlləmin zövcəsi olan Meymunə radiyallahu anhənin yanına daxil olduq, onun evinə daxil olduq və Allah Resulü də orada idi. Və bizə deyir, dabbə gətirdilər, qızardılmış dabbə. Dabbə bilirsiniz nədir? Kərtənkələ növüdür. Səhrada olur. Yəni, ərəblərdə məşhur səhrada olan kərtənkələdir və icazəlidir onu yemək. Sürünəndir, böyük bir heyvandır o. Və Allah Resulü sallallahu aleyhi və səlləm əlini ona uzatdı ki, yesin. Evdə olan qadınlardan biri dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə xəbər verin ki, o yediyi nədir? Yəni, bilmirdi də, qızardılmış formada idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə deyildiyi zaman Allah Resulü sallallahu aleyhi və səlləm əlin geri götürdü.
Və sahabə deyir ki, subhanallah, fikir verin, mən ondan soruşdum ki, bu haramdırmı? Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, xeyr, lakin bu deyir, mənim qövmümün yemədiyi yeməkdir. Ona görə mən bunu yemirəm. Lakin Xalid ibn Valid ondan başladı yeməyə və Peyğəmbər ona baxırdı. Yəni, pisləmədi. Yəni, bu da hədisdə böyük faydalar var. Əlhəmdülillah. Yəni, bu da ədəbdəndir ki, insan yeməyi xoşlamadığı zaman onu pisləməsin. Bu xüsusən də evdə olur. Bəzi qardaşlarımız, Allah onlara yardım eləsin, zövcələrinə qarşı bu şeydə ədəbsizdirlər. Görürsən ki, zövcələrinə daimi eyib tuturlar, incidirlər bu şeylə, sözlə onları ki, qadına deyirlər ki, sən yemək pişirəmirsən, bu nə yeməkdir və s. digər şeylər ki, bu da yaxşı şey deyil, ədəbdən deyil. İnsan gərək zövcəsinə qarşı ədəbli olsun bu şeylərdə. Əksinə, hətta aralarında sevgi yaratmaq üçün şəriətdə nə gəlib? Yalan danışmaq gəlib ki, deyəsən ki, məsələn, səndən yaxşı yemək pişirən yoxdur. Halbuki ondan yaxşı o qədər yemək pişirən var ki. Ona görə də insan gərək bu şeylərdə diqqətli olsun. Və başqa bir hədisdə başqa yeməyin ədəblərindən insanın yemək yedikdən sonra, barmaqlarını təmizlədikdən sonra əllərini yuması, xüsusən də yatmaq istədiyi zaman. Bu da sünnədəndir ki, insan yemək yeyirsə, əllərini yumalıdır, xüsusən də yatanda. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən bətə və fi yədihi rihu qamrin fə asabəhu şeyun fələ yəlumənə illə nəfsə. Deyir ki, sizdən biri kim deyir, yəni əlində yeməyin iyi, ətin iyi olduğu halda yatarsa və ona bir şey üz verərsə, ancaq özün qınasın. Burada alimlər faydalar gətirirlər. Xüsusən çöldə zadda olur, yəni yaxud da evdə də ola bilər. Yəni o yeməyin iyinə həşəratlar zad gəlir, insanın barmaqlarına əziyyət verə bilərlər. Və hətta cinlər də deyənlər var ki, yəni o şeytanlardan olan cinlər insana yəni əziyyət verib hətta daxil ola bilirlər. Ona görə insan bu şeylərə diqqət eləsin. Və həmçinin də yeməyin ədəblərindəndir ki, insan yemək yediyi zaman gəyirməsin. Başqalarının yanında ona əziyyət verməsin. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisində buyurur ki, sahabə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem yanında oturdum. Əbi Cüheyfə radiyallahu deyir ki, Allah Resulü yanında yemək yedim, oturdum və başladım gəyirməyə. O da buyurdu ki, gəyirməyini saxla. Deyir ki, qiyamət günü deyir, dünyada çox yeyənlər, axirət günü ən çox ac olanlar olacaqlar. Dünyada ən çox yeyənlər, axirət günü ac olanlar olacaqlar. Ona görə insan gərək bu şeylərə diqqət eləsin. Və həmçində yeməyin ədəblərindəndir ki, insan yemək yediyi zaman orta yolu seçsin. Çox yeməsin, qarnını doldurmasın. Bu yaxşı şey deyil. Necə ki, Miqdad ibn Ma'di Əl-Kərb radiyallahu deyir ki, mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə bir şey eşitmişəm ki, deyir ki, Adəm oğlunun doldurduğu qabların içində ən şərli qab onun mədəsidir. Ən şərli qab. Yəni, niyə adlandırdı onu? Yəni, onun qarnını doldurmasını pis bir qab doldurmaq kimi adlandırdı. Və sonra buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem Allah Adəm oğluna deyir, belini düz saxlayacaq qədər bir neçə tikə kifayətdir. Yəni, doldurmasın onu. Əgər mütləq daha çox yemək istəyirsə, onda deyir, mədəsini 3 hissəyə bölməlidir. Yemək, su və hava. Yəni, insan yedikdən sonra o yer üçün, su üçün də mədə yer saxlamalıdır və həmçinin nəfəs almaq üçün də, mədənin nəfəsini icazə vermək üçün də, o şey üçün də yəni yer saxlamalıdır. Yoxsa mədə çox əziyyət çəkəcək, üst-böz yığacaqsan. İndi görün, subhanallah, nə gətirirlər burada. İbn Rəcəb rəhməllah deyir ki, bu hədis
bütün tibbin əsasıdır. Fikir verin. Bütün tibb, müasir tibb bunun üzərində qurulub. Fikir ver abi. Bir dənə hədis. Deyir ki, Əbu Məsəvəh adında bir həkim olub, kafir həkim olub, səhv eləmirəmsə. Deyir ki, mən deyir, bu deyir, hədisi eşidəndən sonra deyir, bunu deyir, Əbu Xeysəmə rəhməllahın kitabında bu hədisi oxuyur həmin adam. Deyir ki, görün nə deyir. Kafir deyir, oxuyur bu hədisi şəriətdən və deyir, əgər insanlar bu sözlərə riayət eləsələr, bütün xəstəliklərdən və bütün ağrılardan azad olarlar. Və deyir, dünyada nə xəstəxana, nə də aptek olar, deyir. Subhanallah, fikir verin. Və sonra görün, İbn Qeym rəhməllah deyir ki, qidalanmanın 3 mərtəbəsi var. Birincisi ehtiyac. Ehtiyacın varsa, ehtiyacı ödəyəcək dərəcədə qidalanırsan. İkinci kifayət. Kifayət nə idi? Yemək, su, hava üçün saxlayırsan. Üçüncüsü artıq əlavədir, deyir. Ona görə deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm insana deyir, xəbər verir ki, insanın beynini dik saxlaması üçün bir neçə tikə bəsdir. Yəni gücünü itirməsin və zəifləməsin. Əgər deyir, bundan biraz artığını yemək istəyirsə, deyir, qoy onda mədəsini 3 yerə bölsün. Bu deyir, bütün bədən üçün xeyirlidir, həmçinin xüsusən də qəlb üçün. Çünki deyir, mədə dolarsa, içkiyə yer qalmaz. Onda içki ona daxil olacaqsa deyir, artıq yer yoxdur axı, başlayacaq insan boğulmağa. Nəfəs ala bilməyəcək və tənbəlləşəcək insan. İnsan bütün günü ağırlaşacaq və tənbəl halda olacaq. İmam Qazali rəhməllah deyir ki, toxluğun zərərlərindən deyir, ən əsası deyir, insanı deyir, günahını gücləndirir, insanı günah eləməyə gücləndirir. İnsan tox olduğu zaman günaha meyl edir. Niyə görə? Orucda insan. Onun üçün Allah Subhanahu taala iblisi bağlayır. Alimə gətirirlər ki, iblisi bağlayır ki, şeytanları bağlayır ki, insan başına az qalanda zəifləyir, özünü islah eləyə bilsin. Aydınlığı ona görədir. Çünki orucda əsas məqsəd insanın özünü Allah qorxusuna artırmasıdır. Və İmam Qazali rəhməllah deyir ki, insanı deyir, günahları gücləndirir. Əgər təqva sahibisə deyir, insanı zina eləməyə qoymur, lakin gözlərini qoruya bilmir. Tox olur, deyir ki, yox, təqvası qoymur onu günaha, zinaya getmir, amma gözünü qoruya bilmir. Başlayır baxmağa. Deyir, əgər gözünü qoruyub baxışlarını da aşağı sala bilirsə, fikri dağınır. Elm ala bilmir burada, fikir fırlanır. Və nəticədə də deyir, ona deyir, pis fikirlər və şəhvət fikirlər gəlir, deyir, daima. Başından, çıxmır başından. Və bu da Allaha yönəlməkdən uzaqlaşdırır. Amerikalı bir həkim olur, deyir ki, mən bir dənə hədis eşitdim, o hədisdən İslamı qəbul edim. 14 əsr bundan qabaq deyir, bir adam bunu deyə bilməzdi, deyir. Onu oxudum, deyir, o hədisə görə deyir, İslamı qəbul edim, deyir. O deyir ki, hansı hədisdə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin bu sözü, deyir, Adəm övladını, belini dik saxlayacaq, bir neçə loxma kifayətdir. Əgər bundan artıq yemək istəsə, qoy mədəsini 1/3 yeməyə, o biri ikinci hissəsini içməyə, o biri hissəsini nəfəsə ayırsın. Sonra həkim deyir ki, bu tibbin əsasıdır. Tibb bunun üzərində qurulub, deyir. Subhanallah, fikir ver. Əgər insanlar deyir, buna əməl etsələr, demək, heç kəs xəstələnməz. Və sonra bir dənə də başqa bir misal gətirir burada. Deyir ki, indi fikir verin. Deyir ki, Almaniyada bir həkimlə bir müsəlman müxbir Alman həkimlə müsahibə alır. Və Alman həkim jurnalistə deyir ki, müsəlmanların mədəniyyətdən, tərəqqidən, bugünkü müsəlmanlardan gedir də söhbət. Mədəniyyətdən, tərəqqidən uzaq qalmaqlarının səbəbi nədir? Müsəlman jurnalist deyir ki, əsas səbəbi İslamdır. Subhanallah, gör, nəyə gətirir? İslamdır. Bunu eşidən həkim onun əlindən tutur ki, gedək, gəl mənimlə. Aparır onu xəstəxananın divarında bir dənə şəkil asılır. Deyir ki, buradakı sözləri oxu. Müsəlmana deyir, kafir həkim. Orada bu yazılır. Adəm övladının qarnından daha pis bir qab doldurmamışdır. Fikir ver, yox ki, hədis. Altında yazılır, Muhammed ibn Abdullah. Kimdir Muhammed ibn Abdullah? Muhammed s.ə.v. Sonra gör nə deyir ona? Deyir, bunu tanıyırsan?
Müsəlman deyir ki, əlbəttə tanıyıram, bu bizim Peyğəmbərimizdir, sallallahu aleyhi ve sellem. Deyir ki, sizin Peyğəmbərinizin belə deyir, möhtəşəm sözlər deyən bir insan olub, deyir. Amma sən deyirsən ki, bizi geri salan İslamdır, deyir. Deyir ki, siz deyir, Muhammed sallallahu aleyhi ve sellem bədənini götürürüz, bədən hissəsini. Biz isə onun təlimlərini deyir, tətbiq edirik gözümüzə, deyir. Fikir ver. Deyir, siz bədəncə götürürsünüz, amma əməllərini götürmürsünüz. Biz isə deyir, tətbiq edirik onu özümüzə, ona görə deyir, bu cür inkişaf tərəqqi gedir bizdə, deyir. İslam əslində elə ən gözəl tərəqqidir, ən gözəl inkişafdır. Sadəcə insanlar riayət edir. Oxuyuruq bu günləri. Gör, nə qədər az adam bu yeməyin ədəblərinə riayət edir. Heç bəlkə də o qədər şeylər var ki, burada içimizdə çoxumuz bunları indi eşidirik. Amma özümüzə aid olmayan məsələlərdən gəl danışaq saatlarla. Nə qədər istəyirsən. Bir dənə yeməkdə gör nə qədər ədəb var. 2 dərslikcə keçirəm bunu. Bir dənə yeməyin ədəbləridir bu. Və ona görə də şeyx burada buyurur ki, hər bir xəstəliyin əsası toxluqdur. İnsanın qarnını doldurmasıdır. Ona görə də deyir ki, bəzi Həris ibn Kəldə adında bir ərəb deməli həkim deyir ki, bütün sağlamlığın əsası pəhrizdir. Pəhriz nədir? Az yemək. Və bütün xəstəliklərin də başı deyir, qarnı doldurmaqdır. Və həmin həkim yenə də deyir ki, yaradılanların hamısını öldürən deyir, nədir? Çox yeməkdir, deyir. Hətta deyir, yırtıcı heyvanları belə. Nə öldürür, deyir? Həzm olunmamış yeməyin üstündə təzədən bir yemək əlavə eləmək. Yemək daca yemək, yemək daca yemək. Ona görə də başqa bir həkim deyir ki, əgər qəbirdəkiləri dirildib, onları çıxardıb, onlardan soruşmaq olsaydı ki, sizin əcəliniz nə səbəbə görə gəldi, onlar deyərdilər ki, toxluğa görə, çox yeməyə görə deyir. Və bu da deyir, sonda da deyir, bu da yeməyin bəzi ədəbləri idi və insanın yeməyinin düzgün şəkildə qidalanmasının bəzi ədəbləri idi. Allahdan istəyirəm ki, Allah bizə işli faydalananlardan eləsin. Allah bilir və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və sahbə ecmain.